Biz bildiğiniz gibi Azərbaycan Respublikasının müstəqilliyi 92 ildə fərqli olmuşdur. Lakin bir müddət sonra bu real həyata keçməyə başladı. Təbii ki, 91-92 illərdə vəziyyətdə hamı yerləşir. Lakin 93-cü ildə hakimiyyətə qayıtdıqdan sonra məsələlər hamısı müzakirəlandı, tənzimləndi. Bizim Respublika dünyaya yeni modelin tətbiq olunmasını irəli sürmüşdür. Multikultural dəyərlərin, ümumiyyətlə, dini dözümlüyü, müxtəlif millətlərin birgə mehriban yaşamağının demək olar ki, nümunəvi modelidir bizim Respublikada. Eyni zamanda bu idman sahəsini götürsək, o bir bazı yaxın olduğundan görə, yəni nəzərlə idman sahəsində də artıq o dərəcədə, o sayda beynəlxalq tədbirlər keçirilir ki, buna hamı qeyd edir ki, o dərəcədə, o səviyyədə olur ki, hətta bu beynəlxalq inkişaf edilmiş dövlətlərin keçirdiyi tədbirlərdən hissə gelir alır. Biz bildiyiniz kimi, ölkəmiz neftdən asılı bir ölkə olur, uzun illər olur. Son illərdə bu böhranla əlaqədar xüsus ölkə rəhbərliyi çevik siyasət yeridərək bu asıllığı endirməyə qərar verdi. Bunların da hamısı bizim müstəqilliyimizin təntənəsidir. Heç bir dövlətdən, heç bir ölkədən asılı olmayaraq öz siyasi, iqtisadi müstəqilliyimizi prezidentimiz gördü və son referendumda onu göstərdi ki, cəmiyyətdə xalqına tanıdığı siyasəti dəstəkləyib və bir nəfər kimi bu siyasət ətrafında birləşdir. Hər şeydən əvvəl tələbələr bilməlidir, hamı bilməlidir. Biz müstəqilliyi çox asan nail bir tərəfdən istəmədiyimiz halda müharibəyə tətbiq olunur. Bir tərəfdən bir işə də hakimiyyət dəyişikliyi olunur. Nəhayət Ulu Öndərin uzaqgörən siyasəti və onu çox məharətlə davam etdirən möhtərəm prezidentimiz Cənab İlham Əliyevin apardığı siyasət natiqimiz qeyd etdik ki, biz nələrə bu böhran dövründə, bu müharibəyə təhrik olunmuş dövründə nələrə nail edik. Gələnlər də buna təəccüb edir ki, bu az vaxtda bu nailiyyətlər necədir. Amma müstəqillik qədər qiymətli, bəlkə heç bir gün yox. Bugün yubileyə biz alınmışıq. Niyə? Çünki aparılan siyasətin həqiqətən doğru olduğu. Və birinci gündən mən deməli Azərbaycanın müstəqilliyini alışmamışam və çalışmışam ki, müstəqilliyi olsun. Birinci məsələ bu 4 dənə BMT qararı Qarabağ. Onu mən hazırlamışam və mən keçirmişəm qararları. Çox çətinlikdir. Orada ermənilər çok aktif olmuşsunuz. Burada bizi nöt aparır. Ve bundan ben istifade ederim. Ben dediğim gibi bir liderler nöt aparabilmezsiniz, eğer bunu desteklemezsiniz. O kararın, BMT'nin kararını desteklemezsiniz. Bunu Fransa'ya da dedim, İngiltere'ye de dedim, bunların Harici İşler Nazırlığı'na da dedim, dedim bak işledim. Doğrudan da bu işlədi. Bu qararlara səs verdilər. Bu qararları gərək indiyəcək bunlar yerinə getirilmir. Biz gərək çalışaq, bunları yerinə getirilmir. Mən xahiş edirəm sizdən bu məsələləri siz dərin başa düşəsiniz və öz üstünüzdə çalışasınız ki, siz Azərbaycanı sevəsiniz, dəstəkləyəsiniz və onu qabağa aparasınız. Qlobal dünyada müstəqil olmaq, azad olmaq və öz dərdidir, özün bütün bilgisi. Bu, hər dövlətin və hər olmuş şeydir. Dünyanın belə deyək, bir növbəli siyasətçisi olan Heydər Əliyev ağılla, təmkinlə bizə nümunə olaraq bu dövləti bizə belə deyək, hazır bir şəkildə gətirdi. Mənəvi yük, əsl əxlaqlı olmaq, Azərbaycanın kimi dünyada Azərbaycanı təmsil etmək asan məsələdir. Bax, bu təmsilçiliyi məsil hər bir zaman. Bu 25 il ərzində tam yəqin elədim ki, 97-ci ildən də Cənab Prezident dediyi kimi Millət Konqresinə gələndən sonra siz fikir verdiniz. Azərbaycanda 40-dan artıq alim
peyman kompleksləri ərsəyə gəldi, tikildi. Ola bilər ki, ora gələn idmançıların 100 nəfərin 1 nəfəri getsin olimpiyadaya, orada yer tutsun. Ancaq qalan 100 nəfər sağlamlığı keşiyində dayanırlar. Digər tərəfdən gənclərimizi, belə deyək, bu və ya digər formada başqa əməllərdən yayındırırlar, onların narkomaniyadan uzaqlaşdırırlar, lazımsız əyləncələrdən uzaqlaşdırırlar. Azərbaycanda elə biz ki, hamı elə müstəqilliyin tərəfdarı idi. O vaxt ki, bizim Ali Sovetdə qərar qəbul olundu, onun əleyhində səs verənlər də var idi. Çıxmamağımız barədə qərar səs verilir. Yəni, bu nə demək? Yəni, bizim içimizdə də iş görən güclər var idi və qüvvələr var idi və buna baxmayaraq biz 91-ci ildə müstəqilliyimizi bərpa elədik, amma burada bir nüans çıxır ortalıqdan. Müstəqilliyi əldə etmək asandır. Müstəqillik qorunmaq çətindir. Çox şükürlər olsun ki, 25 il ərzində biz Azərbaycanımızı qoruya bildik, daha sonra müstəqilliyimizi qoruya bildik və bugün artıq biz bir çox dövlətlərə bəzi məsələlərdə örnek olur. Ziyalılarımızın nəzərinə çatdırmaq istəyirəm ki, bu gün həqiqətən sağlam gəncliyimiz var bizim. Elmə söykənən, cahillikdən kənar, beynəlxalq münasibətlərə dəyər verən, ağıllı. Yəni, bu həqiqətən Azərbaycan xalqı həm çox istedadlı xalqdır, həm bizim millət kimi gözəl millət. Bu gün tapşırıqsız olaraq Azərbaycan aprel döyüşlərində tapşırıqsız olaraq bütün Facebook, konkret Facebook'dan danışırım. Bütün Facebook Azərbaycan bayrağına boyandı. Bugün Qarabağı görməyə, hamı Qarabağa alışıb. Yəni, söhbət gənclərimizdən deyil. Deməli, bizim vətənpərvərliyimiz, bizim patriotluğumuz genetik olaraq elə bizim kökümüzdə var. Yaşarıq, biz bir evdə olsaq, biz güclü olsaq həmişə qalib gələcəyik və çox yaxşı oldular, yəni hörmətli professorlar. Keçmiş illərdə biz niyə görə zəif olmuşuq? Ona görə ki, yox ki, biz zəif idik. Ona görə ki, yox ki, biz nəsə elə bilmirik. Ona görə ki, biz birləşmirik. Müstəqil deyil. Müstəqil deyil. Biz bilirik ki, bir müddət, bir neçə illər bundan qabaq hansısa bir xarici ölkədə Azərbaycanlı sayda vətəndaşlar elə də yaşlanmırdı. Mesela bu günləri hansı ölkəyə geçsək, səndən bir adi vətəndaşlarımız olsa, Azərbaycanı tanıyırlar, hər bir kəs. Bu gün belə aktivlik göstərilirsə, gələcəkdə də Azərbaycanı layiqincə təmsil edə bilər. Hesab edirəm ki, tədbirimiz çox səmərəli keçdi, çox səmimi keçdi və həqiqətən də Azərbaycan Respublikasının müstəqilliyin 25 illiyinin dəyərləndirilməsi, qiymətləndirilməsi, hər bir gəncin üzərinə düşən missiyasını biz dəqiqliklə tam yerində burada müəyyənləşdirdik və hesab edirəm ki, hər bir gənc də müəyyən buradan bu mənəvi yük, mənəvi məsuliyyət, vətəndaşlıq mövqeyi, özümüz də bugün buradan nəsə götürdük. Ona görə də çox şadam ki, belə tədbir geçdi. Hamımıza təşəkkür edirəm. Çox sağ olun.